Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodistiyim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, günümüzdə hər zaman dilə gətirilməsə də, amma həqiqətin üzə çıxarılmasında ən böyük rol oynayan və sizə səhvini doğru və ya doğrunun səhv olduğunu göstərən bir ifadə. Adətən deyirlər, yaşatdığını yaşamadan ölməyəcəksən. Bu nə dinlə bağlı deyil, nə fəlsəfə deyil. Sadəcə hər kəs bilir ki, həyat bir bumerangdır. Etdiyin qarşına çıxır. Pissənsə pis, yaxşısənsə yaxşı qarşına çıxacaq. Və nəticə etibarında bəzi insanlar olur ki, adətən həyatında çoxlu pisliklər edirlər və zaman keçdikdən sonra həmin pislik etdiyi insana doğru gedirlər. O da bilirsiniz hansı anda olur? Həyatın ən gözəl çağlarında ildırım kimi ortalığa bir xəstəliyi çıxır, ya travması çıxır, ya hansı bir psixoloji bir faktor meydana gəlir. Və nəticə etibarilə həmən şir olur quzu. Bu nə qədər ardaydın? Şir idin, indi sən quzusan. Zəifləmirsən, yoxsa öləcəksən. O həmən qorxu səni narahat edir. Və buna görə hər zaman bu kimi insanlara qarşı diqqətli olmaq lazımdır. Və nəticə etibarilə də bu kimi hallarla qarşılaşmamaq üçün təbii ki, sənə pislik edənə pislik etmək doğrudur. Yaxşılıq edənə yaxşılıq. Bu kim deyir, adətən bu fikirlə razılaşmıram və hətta mənfi qiymətləndirirəm. Pisliyə qarşı niyə yaxşılıq ki? Bu pisdir də, bilsin ki, bu insan başa düşmür. Ya da heç pislik də etmə. Sadəcə görməzdən gəl, saymamazlıq. Bəzən saymamazlıq ən böyük cavabdır. Ona görə hər zaman çalışın ən azından müsbət faktorlara doğru yönəlin ki, müsbət şeylər qarşınıza çıxsın. Bəzən həyatda bir kiçik bir şeylər qarşıya çıxanda, sorğulanmağa başlayanda da tapa bilmirsən. Sən səhvin haradaydı? Amma halbuki olub olmasa niyə qarşına çıxsın ki? Deməli var idi ki, qarşına çıxsın. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz, yaxud seanslarımıza onlayn və əyani şəkildə davam edir, qoşula bilərsiniz.